30 il vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmırdıq. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə. Hər gün biz irəliyə gedirik və hər dəfə deyirdik ki, nəyin bahasına olursa olsun, öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq. Azərbaycan xalqına borcluyuq. Yaşasın Qarabağ, yaşasın Azərbaycan.